Əməkdar jurnalist və tanınmış televiziya aparıcısı Xoşgədəm Hidayət qızı mərhum anası Ofeliya Baxşəliyeva ilə bağlı duyğusal paylaşım edib. Sferazın bizim mediaya istinadən verdiyi məlumata görə aparıcı sosial şəbəkə hesabında anasının arxiv fotosunu, videosunu yayımlayaraq izləyicilərini kövrəldib. Kadrlarda mərhum Ofeliya xanım səmimi baxışları və həyat dolu anları əks olunub. Video qısa zamanda çoxsaylı izləyici tərəfindən baxılıb və şərhlərdə Xoşgədəmə dəstək mesajları yazılıb. Qeyd edək ki, Ofeliya Baxşəliyeva ötən il dünyasını dəyişib. Anasının itkisi Xoşgədəm Hidayət qızı üçün ağır zərbə olub və o, müxtəlif vaxtlarda valideyni ilə bağlı xatirələrini bölüşərək onun yoxluğunun nə qədər böyük boşluq yaratdığını dilə gətirib. Bu dəfə isə aparıcı anasının doğum günü münasibəti ilə ürək sözlərini bölüşüb. Doğum günün mübarək, gözəl anam, məkanın cənnət olsun, sənsiz çox çətindir. Bu sözlər ana itkisini yaşayan hər kəsin qəlbindən keçən hissləri ifadə edir. Valideyn itkisinin yeri heç nə ilə dolmur. Xoşgədəmin paylaşımı bir daha göstərir ki, zaman keçsə də ana həsrəti azalmır. Əksinə, xüsusi günlərdə daha da dərinləşir. Məncə, insan həyatında ana sevgisi ən müqəddəs və əvəzolunmaz duyğudur. Onların dəyərini sağlığında bilmək, sevgimizi ifadə etmək çox vacibdir. Çünki bir gün yalnız xatirələr qalır.